20 manat ya Yumiko Market'in korobkası. İçində hədiyyə ola bilər, olmaya da bilər. Nə seçərsən? Bu yoxsa bu? Diqqətlə fikirləş. 2 hours later. Doğrudan bilmirəm ay içində nədir. İndi mən güvənib bunu seçim. Mən bilmirəm. Seçim sənindir. Seçimini özün elə ki, sonra heç kimi günahlandırmayasan. Nə seçim deyin də. Gəlin səs verək. 20 satılmazsa kutu seç. Qutu 2-2, qutu 3-2. Qutu deyirlər. Ha, hamı qutu deyir. Onda qutunu seç. Onda ala bax. Mən getdim. Seç də görək nə çıxır. Uyda. 10.000 wattlıq powerbank. Məmnundur bu. Sənindir. Ağzı bağlı təzə Yumiko Marketdən. 20 manat yoxsa Yumiko Marketin korobkasını nəyi seçərsiniz? Bu hədiyyə ilə də ola bilər, amma bilmirəm içində nə hədiyyəsi var. Bahalı, ucuz və boş da ola bilər. Ya da 20 manat. Hədiyyə mən seçərəm. Hədiyyəni 20 manat istəmirsiniz. Yox, hədiyyədə bəlkə daha çox var. Ola bilər, ola bilər. Buyurun açın baxın. Fərqi yoxdur, eyvallah. Allah razı olsun sizdən. Hop. Hədiyyə. Termos. Bu nə? İşə termos. Bundan sonra işə isti çay gətirəcəksiniz. Sağlıqla. Çox sağ olun. O xanım özünə gələr. 20 manat yoxsa hədiyyə. Nə seçərsən? Hər ikisindən birini seçə bilərsən. Aç bax. Yumiko Marketdən qəşəng bir dənə saat. Sağ ol. Sağ olun. 20 manat və ya Yumiko Marketin qutusu. İkisindən birini seçə bilirsiniz. Burada nəsə ola bilər, olmaya da bilər. Nə seçərsiniz? 20 manatı. Baxın, burada yəni hədiyyə dəyərli ola bilər. Daha dəyərli ola bilər. Mənə pul lazımdır. Pul lazımdır. Dəqiq. Onda hədiyyəni götürün. Çox sağ olun. Sağ olun. Allah Özünüzə yaxşı baxın. Bayramınız mübarək. Köməyiniz olsun. Sağ olun. Sağ olun. Var eləsin. Sağ olun. Bayramınız bir daha mübarək olsun. Çox Sağ sağ olun. olun. Siz sağ olun.